Bizə nə olub? Özümüz özümüzün canına qıymağa niyə bu qədər həvəsliyik? İnsan da yaxının qanını tökərmi? Hər halda belə hallar ancaq təəssüf hissi doğura bilər. Tovuzda baş verən qanlı olay kimi Gəncə sakininin sağlamlığına isə çağırılmamış qonaq qəsd edib. Tovuzda 33 yaşlı kişini başqası deyil, öz qaynatası bıçaqlayıb. Hadisə Qovlar qəsəbəsində baş verib. Qohumlar arasında mübahisə yaranıb. Vitalik Cəfərov qəzəbinə hakim kəsilə bilməyərək kürəkəni Ruslan İsmailova bıçaqla bel nahiyəsindən zərbə indirib. Zərər çəkən dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb, ona ilkin yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Gəncə sakini də öz evində bıçaqlanıb. Hadisə şəhərin Yeni İrəvan adlanan ərazisində Batuçin küçəsi 35 ünvanında qeydə alınıb. 55 yaşlı Şamil Məmmədov sol budun daxilə keçməyən kəsilmiş, deşilmiş yaraları ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlər zərər çəkənin vəziyyətinin stabil olduğunu bildirirlər. Sərxoş vəziyyətdə olan 55 yaşlı kişinin evinə girən oğru tərəfindən bıçaqlandığı deyilir. Hər iki faktla bağlı araşdırma aparılır.